İmam Səccadın əfv və rəhmət diləməsi. İlahi, Muhammed və onun soyuna salam yetir və hər bir harama olan şəhvətimi sındır, hər bir günaha olan şiddətli meylimi qaytar. Məni hər bir mömin kişi və qadını incitməkdən saxla. İlahi, hər bəndə ki, ona haram etdiyin işi mənim barəmdə görmüş, yaxud abrımın qorunmasına əmr etdiyin halda onu tökmüşsə, belə olduqda mənə zülm etdiyi halda ölmüş, yaxud dünyada ikən öhdəsinə qalmışsa, mənə etdiyi zülmə görə onu əfv et. Əlimdən aldığı haqqıma görə onu bağışla. Mənim barəmdə etdiyi işdən ötürü onu məzəmmət etmə. Məni incitdiyinə görə onu rüsvay etmə. Və mənim onlara olan bu əvəzsiz bəxşişimi, onlar qarşısında əvəzsiz sədəqəmi, sədəqə verənlərin ən gözəl sədəqəsi, sənə yaxınlaşmağa ən üstün əməl qərar ver. Onlara bağışlamağımın əvəzində mənim mükafatımı əff. Onlara etdiyim duamı məndən ötürü rəhmət qərar ver ki, bizdən hər birimiz sənin lütfün səbəbinə xoşbəxt olaq. Sənin ehsanınla hər birimiz nicat tapaq. Ey mənim Rəbbim, mənim tərəfimdən hər hansı bir bəndənə zərər yetmişsə, yaxud məndən ona ziyan dəymişsə, məndən, yaxud da mənim vasitəmlə ona bir zülm yetmişsə, haqqını zay edib, hüququnu əlindən almışamsa, belə isə Muhammed və onun soyuna salam yetir və öz dövlətinlə onu məndən razı sal, haqqımı öz yanından ödə. O zaman məni hökmünlə layiq görüldüyüm ədalətinin tələbi olan cəzadan saxla. Çünki mənim sənin əzabına dözə biləcək bir taqətim yoxdur. Qəzəbinə səbr edə bilmərəm. Çünki mənə haqq üzrə əvəz versən, həlak edərsən. Əgər rəhmətini mənə nəsib etməzsənsə, məhv edərsən.